ehtimal olunurdu ki, ancaq evdə Kopenhagen nisbətən və başqa digər rəqiblərə baxırdıq. Yəni, halbuki güclü komandalardır. Napoli olsun, Benfica olsun, Eintracht olsun, Liverpool, yəni Chelsea, yəni adlar artıq hər şey eləyir. Və belə bir qrafikdən Qarabağın play-offa vəsqə qazanmağı, yəni bu inanılmaz bir şeydir. Və düzdür, play-offda da çox yaxşı olardı ki, Newcastle-la Bakıdakı oyunda hesab o cür olmazdı. Yəni, onsuz da favorit Newcastle-dır. Qarabağın mərhələ keçmək şansı, növbəti mərhələyə bir mərhələdə keçmək şansı az idi. Bunu hər kəs reallığı qəbul edirdi. Amma gözlüydük ən azından başa-baş mübarizə aparsın, hansı ki biz Newcastle-da, yəni səfərdə bunu gördük. Yəni, Qarabağ adət etdiyimiz Qarabağı gördük orada, layiqincə mübarizə apardı. Hətta oyun etsə də bitə bilərdi. Amma Bakıdakı onun təəssüf ki, müəyyən obyektiv və subyektiv səbəblərdən, yəni artıq bunun haqqında çox danışılıb, çox deyilib. Mən düşünürəm ki, o hazırlıq planında bəlkə də daha yaxşı bir plan seçilsəydi, daha düzgün müəyyən oyunlar vardı ki, hansı ki mən düşünürəm ki, deyək məsələn, Neftçinin oyunu yox, İmişli'nin oyun təxirə salınsaydı, çünki etiraf edək ki, Qarabağ həmin o bərbad meydançada çox xaltırdı və ondan qabaqda Şamaxıda bir ağır oyuna çıxmışdı. Bəli, qarlı şaxtalı bir havada oynayırsan, 3 gün sonra gelirsən Qubada o cür meydançada oynayırsan, əsasən oyunçularını oynadırsan, yəni orada aparıcı futbolçular hansı güc itirirlər və bəlkə də o olmasaydı biz Bakıda Newcastle-la qarşıda, Bakıda da layiqli müqavimət göstərirdik, amma artıq olan oldu. Qısaca fikrim o idi ki, yəni Qarabağ bu çıxışına görə alqışlamaq lazımdır. Gözlənilən artıq çıxış elədi. Ümid elə ki, növbəti mövsümdən indi bilinmir Çempionlar Liqasında oynayacaq, Avroliqada oynayacaq, amma istənilən halda növbəti mövsümdən də ən azı belə deyib, bu səviyyədə uğurların davamının gəlməsini gözləyirik. Xəqani müəllim, oyundan əvvəl biz xüsusi buraxılışda sizinlə görüşdük və qeyd elədiniz ki, Qarabağ bu oyunda minimal hesabla udacaq. Belə də oldu. Belə də oldu. Qarabağın bu fantastik uğurlarına görə mən hesab edirəm ki, ancaq təşəkkür və sağ ol düşür. Bakıda o 1-6 hesabı ilə üzücü məğlubiyyətdən sonra uğur qazanmaq şansı demək olar ki, 0-a bərabər idi və biz bu barədə də demişdik. Çünki 5 topun əvəzini vurub, sonradan qələbə qazanıb, növbəti mərhələyə vəsqə qazanmaq bu artıq fantastika ola bilərdi. Əslində, bu rəqibə elə evdə də, səfərdə də ciddi müqavimət göstərmək olardı, onların əsəbləri ilə oynamaq olardı. Amma hər iki oyunun startında buraxılan 2 qol, həm Bakıda, həm rəqib meydanında buraxılan 2 qol demək olar, təmsilçimizin taleyinin həll etdi. Komanda özünə gələndə artıq iş işdən keçmişdi. Amma Qarabağ, Newcastle-da rəqib meydanında ikinci hissədə onların ifasında, adətən onların ifasında gördüyümüz oyunu müşahidə elədik, gördük. Hətta baxın, bu statistikaya baxsaq, Qarabağ ikinci oyunda, ikinci hissəndə qalib gəldi Newcastle-a. Qarabağ bu dəfə 5'li müdafiə üstünlük vermişdi. Bu da ki, qeyri-adi idi. Çünki Qarabağ heç vaxt Avrokuboklarda start fiti ilə bu düzülüşdə oynamamışdı. Görünür, oyunu zədə özündən buraxılan Bəhlulzadənin və əvəzedici heyətə göndərilən Mayonun olmaması Qurban Qurbanovu buna məcbur etmişdi. O hesab etdi ki, Bədavi və Medina demək, müdafiənin mərkəzində rəqiblərin cəld və fəal hücumlarının qarşısında tab gətirə bilməyəcəklər. Amma düzdür, bu heç nəyi dəyişmədi. Bu sistemlə də ardıcıl 2 qol buraxdıq. Deməli, məsələ taktikada deyildi, futbolçuların səviyyəsində, səviyyə fərqində idi. Yəni, yekun məğlubiyyət gözlənilən idi. Amma Qarabağ Çempionlar Liqasının qapısını möhkəm çırpa bildi. Qarabağ möhtəşəm Avro mövsüm keçirdi. Hansı ki, digər klublarımız bunu ancaq arzu eləyə bilərlər, xəyal eləyə bilərlər. Çempionlar Liqasında Qarabağ nağılı başa çatdı. Bu nağıl əslində hələ Bakıda başa çatmışdı və indi artıq çempionata köklənmək vaxtıdır.